Uşaqlar niyə dili cizgi filmi ilə öyrənir, amma böyüklər yox? Uşaqlarda öyrənmə tipi fərqlidir. Uşaq analiz etmir, tərcümə etmir, səhv etməkdən qorxmur. O sadəcə sözləri, səsləri və konstruksiyaları təqlid edir. Bu dilin təbii mənimsənilməsi adlanır. Böyüklərdə isə əksinə məntiq işə düşür. Böyüklər sözləri anlamağa çalışır, onları beynində tərcümə edir, səhv deməkdən qorxur. Nəticədə yüklənmə, qorxu və danışıq yoxdur. Cizgi filmləri sizə əsas lazım olan praktikanı vermir. Uşaq cizgi filmlərinə baxır və eyni zamanda valideynlərindən danışıq eşidir. Hər gün danışır, dil mühitində yaşayır. Böyük isə sadəcə baxır, amma danışmır. Praktika olmadan dil aktivləşmir. Başa düşürəm, deməli bilirəm illüziyası bu ən çox rast gəlinən səhvdir. Sən cizgi filmini başa düşürsən, amma danışa bilmirsən. Çünki başa düşmək danışmaq deyil. Danışmaq üçün lazım olan əsas sistemdir, praktikadır və dəstəkdir. Məhz buna görə mənim tələbələrim ilk dərslərdən artıq danışmağa başlayırlar. Ayın 15-i başlayacaq kursumuza minimal ödəniş edərək 5-10 dərsə artıq sən də rus dilini mənimsəməyə başlayacaqsın. Ətraflı məlumat əldə etmək üçün şərh bölməsinə rus dili yazmağın kifayətdir.